Selamünaleyküm değerli kanal izleyiciler. Sizi Qaraçuxur qəsəbəsindən salamlayıram. Dostlar, Qaraçuxur qəsəbəsində 66 nömrəli marşrutun yoluna 150-200 metrəlik məsafədir. 113 nömrəli marşrut xəttinə də yaxındır. Yeri yəni pis yer deyil. Marşrut xəttinə, məktəbə, bağça, infrastruktura yaxın bir ərazidə yerləşir. Deyərdim ki, dostlar, bu ev əlim yandı, təcili saxlayır. Yəni, qiymət elə bir qiymətdir ki, bu evə əlim yandı, təcili demək olar. Bura evin dostlar, qapıdan evin içinə daxil olduğumuz qapıdan giriş hissəsidir. Darvazanın da digər rakursdan bir göstərir qardaş. Həyətin dostlar, qarşıda gördüyünüz dostlar, evin qladovkası. Əlavə veşlərin yığılmaq üçün əlavə tikilidir gördüyünüz kimi. Evin sol tərəfinə fırlanmaq mümkündür. Burada darvazadan qapıdan giriş hissəsi. Elə bir geniş həyətimiz var, 2 maşınlı. Elə deyəndə 2 maşınlı həyətimiz var. Kombi sistemi evin həyətində yığılır. Yumurtqasıdır. Əlavə hər yumağa gördüyünüz kimi. Vanitidir. Dostlar, bu evin daxilini təqdim etməzdən öncə bir şey qeyd edim ki, bu evin sənədləri bələdiyyə sənədidir. Sənəd bələdiyyədir. Qazı, işığı, suyu daimidir. İstilik sistemi qeyd etdim, kombidir. Yerləşmə yeri yəni yola, marşruta, məktəbə, bağçaya çox da uzaq deyil, yəni yaxın məsafədə yerləşir. Qiymət çox münasibdir. Başdan qeyd edelim, əlim yandı. Qiymət demək olar. Qiymət, dostlar, elə bir qiymətdir ki, evi təqdim etməzdən öncə istəyirəm evin qiymətini sizə deyim. Axıra kimi izləyin, dostlar. Evin qiyməti bugünkü gün, yəni bu ərazidə 110, 115, yəni bu cür evlərin qiyməti bu hal-hazırda bazar qiyməti. Amma ev sahibi bu evi çox təcili 80.000 manatla satışa çıxardır. Bəlkə yəni orada çox cüzi endirim ola bilər, bəlkə. Amma 80.000 son qiymətdir. Yəni real alıcılar üçün məncə əla təklifdir. Videonu izləməyə dəyər, 80.000 manat, 110 kvadratlıq ev, 3 otaq, təmir və pislik qaydasında mənzilimizin, evimizin daxilindən təqdimatımıza başlayaq.